Məcburi köçkünlərlə bağlı qanunlara dəyişikliklər birinci oxunuşda qəbul edilib. Milli Məclis Mənzil Məcəlləsinə, eləcə də qaçqınların və məcburi köçkünlərin statusu haqqında və məcburi köçkünlərin sosial müdafiəsi haqqında qanunlara dəyişiklikləri birinci oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən yeni, işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılacaq. Bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi və sonradan onların mülkiyyətinə verilməsi üçün istifadə olunacaq. Layihəyə görə dövlət tərəfindən təklif edilən yaşayış sahəsini qəbul edən şəxsin mənzil hüququ bərpa olunmuş hesab ediləcək. Təklif olunan yaşayış yerindən imtina edən şəxslər isə məcburi köçkün statusunu itirəcəklər. Bundan başqa, sosial müdafiə tədbirləri üzrə mövcud 3 illik güzəşt müddətinin hesablanması statusun itirildiyi və ya təklif olunan mənzildən imtina edildiyi tarixdən başlanacaq. Yeni dəyişikliklər məcburi köçkünlərin dolma yurdlarına qayıdışını sürətləndirmək, onların mülkiyyət hüquqlarını təmin etmək və köçürülmə mexanizmini daha dəqiq tənzimləmək məqsədi daşıyır.